Değerli izleyiciler, bir daha salamlayırıq. Bax, Kənan Rüstəmlinin abidə önünün qarşısındayıq. Kənan Rüstəmlinin abidə önünün qarşısında qeyri-adi bir güvərçin. Vallahi onu biz birinci dəfə də elə bir güvərçin görürük. Tam yaxına gətirirəm, baxız. Yəni, həqiqətən də çox maraqlı bir şeydir ki, qeyri-adi güvərçindir bu güvərçin. Yəni, rəngidir. Belə güvərçin biz birinci dəfə də görürük. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Bax, çalışdığım qədər o güvərçini yaxına gətirirəm. Öz də gəlib düz qonub abidənin düz üstünə, bax. Bax, tam yaxına gətirmişəm vallahi. Belə quş birinci dəfədir mən də görürəm. Düz abidənin üstünə gəlib qonub. Bax. Düz abidənin, qardaşlar, düz üstüdür bax o. Kənan Rüstəmli. Allah şəhidimizin ruhunu şad eləsin. Bu gündən bu quş görünür burada. Çox maraqlı bir quşdur. Şəhidimizin Allah ruhunu şad eləsin. Bizə də çox maraqlı gəldi həqiqətən. Çünki Kənan Rüstəmli özü yaşayarkən həqiqətən də çox xeyirxah bir gənc olub. Yəni dediyim kimi paytaxt Bakıda Bravon qarşısında bir gəlin dilənərək, gənc cavan gəlin hicablı görüb ki, o gəlinlə bu uşaqları məzələnir. Dərhal qayıdıb o uşaqların cavabını verir və o gəlini o Bravon qarşısından deyib gəlib bir də burada durma. Hər ay sənin nə qədər, yəni ərzaqın, nə ehtiyacın var, mən ödəyəcəm. Yəni elə bir gənc olub. Vətən uğrunda da canından keçib. Bax, bugünkü günlərdə də şəhidimizin abidəsi önündə bu güvərçin görünür. Bu güvərçində vallah bax. Qeyri-adi bir quş da bu. Yəni güvərçin var, quş var, quş. Bu quş həqiqətən sifətinə də baxsan vahiməli bir güvərçindir, bax. Tam yaxına da gətirirəm. Bundan yaxın gəlmir ki, sizə tam yaxın göstərəm. Bax, tam yaxına gətirmişəm bu quşa, sizə Allah diqqətdən baxın. Belə quş mən birinci dəfə, bu güvərçin elə bir Allah tərəfindən göndərilmiş güvərçindir. Tam yaxına gətirdim, baxız. Belə bir güvərçin. Bu gündən Kənan Rüstəmlinin abidə önündədir. Allaha and olsun. Mən tam yaxından baxıram, belə bir quş birinci dəfədir mən görürəm. Allahın möcüzəsidir. Bax, tam yaxından sizə ətraflı göstərəm. Düz abidənin üstüdür, düz abidənin üstü. Yəni başqa yerə də düşə bilərdi, adi bir quş olsaydı və yaxud da harasa gedib düşə bilərdi. Qurban olum Allaha. Allahın möcüzəsi həqiqətən böyükdür. Yəni biz belə gözümüzlə görürük, çox maraqlı bir şeydir. Tam yaxına çıxdım o yuxarıdan, tam özüm də yaxından baxdım. Ev quşu başqa, belə güvərçin başqa, ancaq bu quş qeyri-adi bir quşdur. Elə bir ad da vermək olmur, heç uçmur da, yaxına gedirik də uçmur. Bir hürkə, uçmur da. Bu quş nə quşdur, necə quşdur, Allah tərəfindən göndərilmiş bir quşdur. Gələsən Promoyuzda şəhidimizin abidəsinin üstündə, bax. Yenə deyirəm, Kənan Rüstəmlinin abidəsinin üstündədir. Bu gündən görünüb, ha. Allah cəm şəhidimizin ruhunu şad. Şəhidimizin üzündə olan nurdan da bilinir ki, həqiqətən də belə deyim də, şəhidlərin elə abidəsi önündə, məzar önündə möcüzələr olur. Qəhrəmanlar deyər, Biləsuvarın Əsgərabad kəndində, Əsgərabadın girişində, şəhidimizin abidə önündə, dediyim kimi, hal-hazırda möcüzəvi bir quş gəlib həqiqətən də abidənin üstündədir. Hal-hazırda bax 2 saat, belə deyək də, 2 saat bundan qabaq gəlib qonub. Biz də bir 20 dəqiqə olar buradayıq. Bu quş hələ də ki yerindən dəbərmir. Nə də ki, belə deyim, tam yaxına da ayağımın altına bir şey qoydum, çəkdim, yaxına qalxdım, yenə də bu quş çox maraqlı bir quşdur. Baxın qardaşlar, bax indi uzaqdan çəkirəm ki, ətraflı görəsiniz. Düz Kənan Rüstəmlinin bulağının düz üstündə qoyun, bax bulağının. Abidənin yanıdır, bulağının da üstü. Qardaş, möcüzəvi bir quşdur. Bu quş həqiqətən də belə deyək də şəhidimizin iminli gəlib bulaq üstündə qonmağa. Yəni şəhidimizin haqqında qısaca da məlumat verdim də siz üçün. Yəni şəhid yaşayarkən gənc çağlarında bu işlərlə məşğul olan bir gənc olub. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Allah
Qazilərimizə, şəfa veteranlarımıza can sağlığı versin. Nəhayət maşınımı saxladım. Maşın üstündən çıxıb çəkirəm bu quşu. Tam yaxına gətirirəm. Bu quşa diqqətdən baxın sən Allah. Maşın üstünə çıxıb çəkirəm. Yəni ətraflı göstərirəm. O Abidənin bulağın düz üstüdür qardaş. Quş uçmaq da bilmir. Hürküdür səndə uçmur. Çox maraqlı bir quşdur. Özə maraqlı bir fasonda bir quşdur. Allah cəm şəhidimizin ruhunu şad eləsin.